İndi bax gör ki, 3 nəfər, 4 nəfər bir səhraya çıxır, bir çöllüyə çıxır, bir səfərə çıxır. Burada əmir bu qədər mühümdür, önəmlidir. Necə ola bilər ki, bugünkü günümüzdə lap elə o salih sələflərin dövründə minlərlə, 10 minlərlə, 100 minlərlə, milyonlarla əhalisi olan dövlətləri, xalqları necə başsız buraxmaq olar ki? Bu özü elə xaosun özüdür, düzdür? Xaos olar, özbaşınalıq olar, ədalətsizlik olar, güclü zəifdən alar, zəifin haqqı tapdanar və s. və s. Ona görə sələflərdən də çox bu cür kəlmələr gəlib ki, 40 il başımda zalım bir rəhbərin olması bir gün sultansız yaşamağımdan mənim üçün daha xeyirlidir. Bax, 40 il deyir, zalım bir sultanla yaşamağım, onun zülmünə baxmayaraq, onun ədalətinə baxmayaraq, bir gün rəhbərsiz yaşamaqdan mənim üçün daha sevinir. Çünki bunu bugünkü günümüzdə də bütün belə deyək, güncəl hadisələr bunu təsdiqləyir. Bax, bir gün biraz xaos yaranır, hələ rəhbər hələ yerindədir, rəhbər getməyib, rəhbərsiz deyil dövlət. Biri mağazadan, nə bilim, televizorları oğruyur, biri arzaqları oğruyur, biri bankomatları sökür. Və bu çoxdur, bu misallar oldu deyə, Qazaxıstanda oldu və s. Bir gün ərzində, bir gün o idarəçilik biraz zəiflədi, insanlar öz başına qaldı, olmayan şey qalmadı. Düzdürmü? Və bu budur. Yəni, əgər təsəvvür elə ki, indi sən rəhbərlik heç yoxdur, ümumən yoxdur. Nə olar? Nə olar? Özbaşınalıq olar. Hər kəs, hər dərədə bir dənə qoçu çıxar, biri əlinə avtomatı götürər, biri nəyə götürər, cəmaatı başlayır zülm eləməyə. Düzdür? Və bu da yəni tarixdə görülüb. Ona görə də rəhbər zalım belə olsa, onun olmağı daha xeyirlidir. Onun olmağı olmamasından daha xeyirlidir və sələflər də bu etiqad, bu əqidə üzrə olublar. Buna təbliğ ediblər, bunu təşviq ediblər.